Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Nətərsiz, nə var, nə yox? Tanımayanlara deyim ki, tanıdım da, ola bilsin, mənim kanalıma baxmayanlar var. Amma maşallah olsun, 46.300 nə qədər abunəm var, 47.000-ə doğru gedir. Xeyirli olsun, əsas odur. Baxsan bilərsən, xeyirli olsun. Şahmar Salmanam məndə. Deməli, belə deyək də, mən tanıyanlar, tanımayanlar, hörmətlə, izzətlə baxan mənim bu canlı video paylaşımıma baxan hər bir şəxsə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. İşdə kimsə kanalımıza abunə deyilsə, kanalımıza abunə olun, paylaşımımızı bəyənin, bəli, bu paylaşımı bəyənin. Bəyənin əlləriniz, qollarınız var olsun, barmaqlarınız qızıl olsun, Allah canınıza sağlıq versin. Deməli, əzizlərim, bu bilirsiniz də bir neçə platformalar var. YouTube platformasıdır, TikTok platformasıdır. Bizim Azərbaycan xalqının belə deyək də bir neçə nümayəndələri var ki, TikTok platformasındadırlar. TikTok platforması ilə tanındılar, məşhurlandılar, nə bilim belə gündəmə gəldilər, belə deyək də bu TikTok platforması ilə məşhur oldular. TikTokda məşhur olanlar, TikTokdan yaxşı baxış sayı yığanlar və s. TikTok həqiqətən də bir başqa bir şeydir də. TikTok düzdür, YouTube'dan zəifdir də. Amma TikTok'a çox adamlar gedir də, belə deyək. Hər adam TikTok'a baxır, izləyir, nə bilim belə də. Deməli, əzizlərim, bu TikTok'da bir axır vaxtları, deməli, bu Qarabağ Futbol Klubu haqqında bir paylaşımdır. Təsəvvür eləyin ki, vallahi həqiqətən də adam belə mazalı qalırsan ki, buna da, bu TikTok'da deməli nətər düzüb quraşdırırlar, oradan kəsirlər, buna qalırlar, bunu kəsirlər, ona qalırlar, birləşdirirlər ki, bu belədir. Deyir, Qarabağ Futbol Klubu deyir, Qarabağ Futbol Klubu $1 milyon futbolçu aldı. Sonra da deyir, o videonun səsini qoyacam, qoymağına, indi mən də sizlərə deyim də, indi belə deyək. Kimdir bu? Telefona zəng gəlirdi, ona görə üzrlü sayın. Deməli, təsəvvür eləyin, nə idi? Deməli, deyir, Qarabağ Futbol Klubu 1 milyona futbolçu alıb, sonra da bir başqasının səsini, başqa bir, elə bir Cristiano Ronaldo'dan danışır ki, Cristiano Ronaldo ilə müqavilə bağlanılıb, nə bilim nə. Bu məsələn 1 milyon müqavilə bağlayan başqa adam danışır, Cristiano Ronaldo'dan danışan da bir başqa adamdır. Onu bir-birinə çalışdırıblar ki, Qarabağ Futbol Klubu Cristiano Ronaldo. Cəmaatı elə allatmayın, qanadağınız mərifətiniz olsun. Düz elə bir pirkol tutursuz. Qanadaq mərifət deyəndə bilirsiniz nətər. Elə bir pirkol tuturlar, məzə çıxadırlar, belə deyək də mırtdaşırlar. Bir sözlə. Bir adamın, kimin ağlı əlindən gedibdir, belə deyək də, ağlı işləyən adamın, kimin ağlı əlindən gedibdir ki, təsəvvür elə Qarabağ Futbol Klubu, özü də Cristiano Ronaldo qocalıb da, mənlə yaşıddır da, 40 yaşı var. 40-41 yaşı var belə. Bu, sən deyilən adını, 40 yaşında gəlib Qarabağda indən belə nə oynayacaqdı? Nə oynayacaq? Adı olacaq ki, Qarabağ Futbol Klubunda ki, bu Cristiano Ronaldo'yu gətirib Qarabağa calaşdırırlar. Qarabağ Futbol Klubunun özünün o Azərbaycanlı oyuncular var. O Azərbaycanlı oyunculara gözəl bir, qəşəng bir, məsələn, Tural Bayramov var, bir neçə futbolçular var da. Məsələn, Mahir Əmrəli görürsünüz Qarabağdan getdi Avropaya.
İndi qalxır yüksəklərə qalxır. Yavaş-yavaş da hər şey yavaş-yavaş olacaqdır. İnşallah ki, salamatçılıq olsun. Əzizlərim, bu o səsi də qoyacağam, qoymağına. Vallahi həqiqətən də adamın məzəli gəlir. Diqqətlə qulaq asın bu səsə. Diqqətlə qulaq asın. Bu nədir? Qarabağ Futbol Klubu 1 milyon dollara, özü 1 dollar mı deyir, yoxsa 1 milyona mı? 1 milyon dollara 1 milyon dollara futbolçu alıb, yeni bir futbolçu alıb. Sonra da bir başqası danışır ki, Cristiano Ronaldo müqaviləni imzaladı, nə vardı belə elə. Yəni adı oldu ki, Qarabağla imzalanıbdı güya. Siz Allah bir buna qulaq asın, diqqətlə. Qarabağ klubu 1 milyon dollara yeni futbolçu transfer edib. İyulun 1-dən komandamızın sıralarına qoşulacaq. Artıq Cristiano'nun şəxsi müqaviləsi baxımından razılıq əldə olunub və keçidin yekunlaşması üzrə işlər sona yaxınlaşır. Vallahi həqiqətən də bu görürsüz də, gördünüz də, eşitdiniz də TikTok platformasında bax belə mırtdaşmaqlar var da, belə deyək də, həqiqətən də sadə xalqla belə mırt tuturlar da, həqiqətən də. Mən bunu çəkməkdə məqsədim odur ki, həm belə deyək də, mənim kanalım da müəyyən qədər tanınsın, mən də bir YouTuber, bloger, vlogçu olaraq mən də istəyirəm ki, bu müzakirələrimdə bu fikirlərimlə razılaşırsınızsa da ki, bu TikTok platformasında həqiqətən də mırtdaşmaqda var, elmi gözəl paylaşımlar da var, ondan sonra soyunan müğənnilərimiz var. Məsəl üçün, üzr istəyirəm, arxasını göstərən qadın müğənnilər var, yaxud belə deyək də, üzdən iraqlar da var, bəli, hər cürə yaxşı elmi söhbət eləyənlər də var, gözəl insanlar, həqiqətən də TikTok platforması, həqiqətən də hər cürə maraqlı bir şeylər var. Kimsə nəsə satır, satdığı şeyləri paylaşırlar və s. və s. Amma ki, bu TikTok platformasında bu biraz belə məzələnirlər. Onu bunun dalına calayırlar, bunu onun qabağına calayırlar. Nə bilim, bir calaq eləyib, nəsə bir başqa bir elə eləyirlər ki, güya bu buna aiddir. Güya bu buna aiddir. Bir-birinə bağlayırlar, bax elə bir şey paylaşımlar eləyirlər. O da istər-istəməz, vallah billah, həqiqətən də bu biabırçılıqdır. Vallah billah biabırçılıqdır. Bir daha bu səsə qulaq asın. Gör, bu Qarabağ Futbol Klubu güya 1 milyona Cristiano Ronaldo ilə müqavilə bağlayıbdır. Az köp eləyin, ayıbdır, bir qanadağınız mərifətiniz olsun bu paylaşan. Baxış yığmaq istəyirsən başqa şeydən. Mən həqiqi birinci qulaq asanda inanmışdım. Sonra dedim, bu nədir? Bu bir çalaq, nəsə, Cristiano Ronaldo da neynir? Deyib baş məqşi işləməlidir. Da futbol oynamaq üçün heyçələsi yoxdur da. Belə deyək. Bir də yenə qulaq asın. Qarabağ klubu 1 milyon dollara yeni futbolçu transfer edib. İyulun 1-dən komandamızın sıralarına qoşulacaq. Artıq Cristiano'nun şəxsi müqaviləsi baxımından razılıq əldə olunub və keçidin yekunlaşması üzrə işlər sona yaxınlaşır. Bax əzizlərim, gördünüz də, vallahi nə deyim mən, Allah belə deyək də, sadə insanların, gözəl düşüncəli insanların Allah köməyi olsun. Demirəm TikTok platforması pisdir. Demirəm, elə demirəm. Çünki gözəl paylaşımlar da var. Elmi paylaşımlar var, xəbərlər paylaşırlar, jurnalistlərimiz var, xəbərlər paylaşırlar, olanlardan, keçənlərdən müəyyən eşitmədiyimiz, bilmədiyimiz birdən olur da, eşitmədiyimiz, bilmədiyimiz nədənsə, məsəl üçün TikTokda paylaşılır, məlumat götürürük, məlumat alırıq da, belə deyək. Belə. Amma bir də görürsən ki, bax belə xəbərlər olur. Belə
ki salamatçılıq olsun. Mənim kanalımdan, Şahmar Salman YouTube kanalından da razı olan hər bir şəxsə təşəkkür edirəm. Bəyənən əlləriniz barı olsun, barmaqlarınız qızıl olsun, gözəl insanlar. YouTube kanalım həmişə sizlər üçün belə daimi aktiv olsun. Mən Şahmar Salman olaraq istəyirəm bu paylaşımımızı, bu maraqlı paylaşımımızı bəyənəsiniz. Bu TikTokda olan bu səs haqqında belə deyək də, belə deyək də, bu paylaşım haqqında Qarabağ Futbol Klubunun 1 milyona futbolçu almağı haqqında mən də fikrimi bildirdim. Güya ki Cristiano Ronaldo'nu alır Qarabağ. Cristiano Ronaldo belə götürəndə Real Madrid'də oynayırdı. Amma Qarabağ Barcelona kimi oynayır, belə deyək də, Barcelona oyunu oynayır. Mən də Barcelona belə deyək də fanatı sayılıram. O da inşallah ki salamatçılıq olsun. Barcelona Inter'e uduzdu. Inter Çempionlar Ligasının finalına çıxdı. PSG ilə oynayacaq. Mən istəyirəm ki Inter qalib gəlsin. PSG-nin məğlubiyyətini gözləyirəm. Çünki Inter'də Türkiyəli də var. Elə Türkiyəli var. Da deyəsən erməni bu şərəfsizi də var Inter'də, amma yenə Inter'in qələbəsini istəyirəm mən. Belə. Çünki PSG-dən xoşum gəlmir nəsə. PSG-dən xoşum gəlmir. Salamatçılıq olsun, hörmətiniz, izzətiniz artıq olsun. Mən bu söhbətlərim də hər halda belə nətər deyək də, xoşa gəldisə də yenə deyirəm, bəyənərsiniz canlımızı, bu paylaşımımızı bəyənin. Bəyənən əlləriniz, qollarınız var olsun, barmaqlarınız qızıl olsun. TikTok platformasında bir paylaşım haqqında mən də öz fikrimi bildirdim. Ki yəni bax bu biraz job da olsa maraqlı bir jobdur. Sadəcə olaraq bu paylaşan adama da demək istəyirəm ki, yəni elə paylaş ki, heç olmasa biraz bambaşqa bir maraqlı olaydı. İndi Allah köməyin olsun, canın sağ olsun, baxış yığma xatirinə nəsə paylaşırsan. Ancaq sən Allah, adam hüslənir, bir də görürsən adam dilxor olur da belə deyək. Sadəcə olaraq mən də öz fikrimi bildirdim ki, yəni bu job da olsa, yalan da olsa bir balaca bir marağı var idi həqiqətən də. Bir balaca bir marağı var idi ki, qəşəng düzəldib, düzüb quraşdırıbdı. Kimsə də Allah köməyi olsun. Bu da nəlim indi takip yığmaq istəyir, yəni abunə yığmaq istəyir və s. nəysə etmək istəyir. Belə deyək. Mənim əzizlərim, bir daha Allah sizləri var eləsin, Allah sizləri bərxudar eləsin. Sevin, sevilin, can deyin. Mən də bu günlərdə deməli TikTok platformasında olan bir paylaşımdan yenə deyim ki, danışdım. TikTok platformasında bax belə bir hadisələr olur. Çalışacağım ki, bu paylaşımım yaxşı baxış nəticəsi olsa, baxış sayı olsa, İnşallah ki, belə deyək də, TikTok'dan danışdım, futboldan danışdım, Qarabağ Futbol Klubundan danışdım, Inter'dən danışdım, yəni Inter Milan, İtalyanın Inter klubundan danışdım, ondan sonra Fransanın PSG-sindən danışdım, Cristiano Ronaldo'dan danışdım, belə deyək də, dünya səviyyəli bir söhbət elədim də, belə deyək də, dünya səviyyəli, global bir söhbət elədimsə, deməli bu paylaşım bir 100% olmasa bir 80-85% müəyyən qədər bir nəysə baxış yığacaq, mənim də simam görsənəcək global belə YouTube izləyiciləri tərəfindən mənim də simam görsənəcəkdir, mən də şad olacağım. İstəmirəm çox məşhur olmaq. Sadəcə olaraq istəyirəm ki, müəyyən qədər də, belə deyək də, müəyyən qədər izləyicilərim, mənim hörmətimi, izzətimi saxlayan izləyicilərim like vursunlar, bəyənsinlər, mən də şad olum.
Allah sizləri bir daha var eləsin. Allah sizləri bərxudar eləsin. Sevin, sevilin, can deyin, can eşidin. Həmişə belə mehriban olun. Vallah elə deyib gülmək, mırtdaşmaq, belə şənlənmək qalıb bu dünyada. Bir də sizlərə bir məsləhət verim ki, vallah çox əsəbləşməyək, çox nervlənməyək. Hər şeydən nervi, stres olmasın. Elə deyək, gülək, mırtdaşaq, könlümüz xoş olsun. Vallah billah. Çünki bu dünyanın malı bu dünyada qalır. Amma belə deyək də, övladlarımız üçün nəsə qoya bilək də. İnşallah ki o da olar. Allaha qurban. Salamatçılıq olsun, pislik olmasın, pisliklərdən uzaq olaq, pis qəlbli insanlardan da uzaq olaq. Çalışıram ki uzaq olum. Düzdür, heç kimə heç nə olmasın, heç kimə heç nə olmasın. Amma pis qəlbli insanlar məndən uzaq olsunlar. Bax belə. Mən də kimsə pis qəlbli qəbul eləyirsə, belə deyək də, o da məni özündən uzaq eləsin. Bax belə. Nə deyim, bundan artıq nə deyim əzizlərim, gözəl insanlar. Kim mənə pis deyirsə, o məndən uzaq olsun. Mən kimə pis deyirəmsə də, mən ondan uzaq olum. Vəssalam. Bundan artıq nə olsun? Əsas salamatçılıq olsun, canımız sağ olsun, xainlik olmasın, oğurluq olmasın. Ən zəhləm getdiyim şeylərdir. Xain, oğru, kisfətli, yalancı, fırfırıldaqçı, yəni olmaz. Elə TikTokda deyək, gülək, YouTube'da deyək, gülək, şənlənək, könlümüz xoş olsun. Həmişə könül xoşluq olsun, Şahmar Salman YouTube kanalında, baxsan bilərsən YouTube kanalında, xeyirli olsun YouTube kanalı da, günü-gündən böyüsün, böyük bir kanallar olsun. Bir dənə mən bu kanalımı istəyirəm ki, 100 minlərlə abunə sayım olsun. Nə qədər çox abunəçilərim olsa, çox gözəl olar. İndi bu TikTok platformasında olan bu paylaşımdan danışdım. Yenə diqqətlə bir dənə qulaq asın. Bu səsi sizə tez-tez qulaq asdıracağım. Qarabağ klubu 1 milyon dollara yeni futbolçu transfer edib. İyulun 1-dən komandamızın sıralarına qoşulacaq. Artıq Cristiano'nun şəxsi müqaviləsi baxımından razılıq əldə olunub və keçidin yekunlaşması üzrə işlər sona yaxınlaşır. Əzizlərim, görürsünüz də bu yalandır axı, bu yalandır. Cristiano Ronaldo'nun bundan sonra nə Qarabağ futbol klubu Cristiano Ronaldo'yu alasıdır, nə Cristiano Ronaldo Qarabağ futbol klubuna gələsidir. Nə Qarabağ futbol klubu da alasıdır. Belə deyim sizlərə əzizlərim. İnanmıram, mən yəni mümkün deyil. Görürsünüz, başlıqda başqa adam danışır. Sonra o Cristiano Ronaldo'da da bir başqa adam deyir. Qarabağ futbol klubu 1 milyona futbolçu alıb, sonra da deyir, bir başqası danışır ki, Cristiano Ronaldo müqaviləsi tam imzalanıb, nə olub, belə elə. Görürsünüz, bax bu belədir də, bu mırtdaşmaqdır da, məzələnməkdir. Gülməlidir də, belə deyək də, gülmək, belə mırt tutmaq da, məzələnməkdir də bir sözlə, zarafat. Görürsünüz da, gözəl dostlar, izləyicilər. Allah yenə canınıza sağlıq versin. Valla, yenə deyirəm, nə Cristiano Ronaldo Qarabağ futbol klubuna gələsi deyil, nə də Qarabağ futbol klubu Ronaldo'nu bundan sonra alası deyil. Çünki Ronaldo'nun 40 yaşı var. Zabaşı bir ildən sonra dayandıracaq, bir ildən 2 ildən sonra dayandıracaqdır. Bəlkə də dayandırıbdır, nə bilim, oyunlarını dayandırıb da. Çünki deyirdim 1000 goldan sonra, mən elə maraqlanmıram futboluna. Deyirdim 1000 golum tamam olandan sonra futbol oynamağı dayandıracağım. Həm də yaş o yaş deyil də, belə deyil. Əzizlərim, Allah Cristiano Ronaldo'ya da kömək olsun, Qarabağ futbol klubu lap yüksək zirvələrdə olsun, belə o gün olsun, Çempionlar Liqasının final mərhələsinə çıxsın, ya Avroliqanın Çempionlar Liqasının final mərhələsinə çıxsın, ya Avroliqanın final mərhələsinə çıxsın. Bax belə də
çox oyunları olsun. Nə qədər çox oyunu olsa, gözəl qollar, qələbələri olsa, əyalı olar Qarabağ Futbol Klubu. Bax Turan Tovuz klubu da bizim elimiz, obamız Turan klubu Avroligaya gedəcəkdir. Uğurlar olsun, uğurlar olsun. Tovuz Turan futbol klubuna uğurlar olsun. Həqiqətən də onu da təbrik edirəm. O klubu da bizim Qazaq Tovuz Akstafa bir el obayıq. Gəncəmiz də belə yer gəldi. Kəpəzimiz də, Şəmkirimiz də yavaş-yavaş dirçəlir, yavaş-yavaş. Belə də Göyəzənimiz də ki, hələ ki region liqasında heç nə Akstafa gəndlərini uduzdu. Vallah biabırçılıqdır. Burada 4-1 Şirvanı qalib gəldi. Getdi orada 4-0 uduzdu. İndi olur da oyundur da, nə olasıdır. İndi əsas odur ki, regionda da futbola inkişaf gedir də, belə deyək. Futbola da inkişaf var, nəsə. İnşallah yaxşı olar, salamatçılıq olsun. Bir daha mən də təbrik edirəm, belə deyək də, bütün çempionları, bütün öndə olanları, belə yer gələndə Göyəzən Futbol Klubumuzu da təbrik edirəm. Yer gələndə Tovuz Turan Klubumuzu da təbrik edirəm. Akstafa gənclərini də təbrik edirəm. Ondan sonra hamısı belə bizim elm, hamısı bizimdir, hamısı Azərbaycanımızındır. Bir dənə bu TikTokda, yəni bir-birindən maraqlı, bir-birindən gözəl, ya YouTube'da bir-birindən gözəl, maraqlı paylaşımlar, belə əla olar. Hər biriniz var olun, Allah canınıza sağlıq versin, bəyənən əlləriniz, qollarınız var olsun, barmaqlarınız qızıl olsun. Xoş gününüz olsun, sevin, sevilin, can deyin, can eşidin. Şahmar Salman YouTube kanalına xahiş edirəm, abunə olun. Bax, sonuncu sözüm. Bu paylaşım, bu maraqlı paylaşım, baxış yıxsa, yaxşı, gözəl baxış da gəlsə, mən TikTokda olan paylaşımlardan bir mədəni yolla bir maraqlı bir neçə söhbətlər eləyərəm. Olanlardan, keçənlərdən danışaram. Bir də yenə bu axırıncı, sonuncu bu səsə qulaq asın. Görün yenə nə danışır, nə deyir. Qarabağ klubu 1 milyon dollara yeni futbolçu transfer edib. İyulun 1-dən komandamızın sıralarına qoşulacaq. Artıq Cristiano'nun şəxsi müqaviləsi baxımından razılıq əldə olunub və keçidin yekunlaşması üzrə işlər sona yaxınlaşır. Həm əzizlərim, gördünüz də, inşallah ki, bax, yəni diqqətlə qulaq astınız, diqqətlə baxdınız, gördünüz də nə dedi. Əsas odur ki, əzizlərim, gözəl insanlar, yəni bax, bu da belə gəldi, getdi, bu paylaşımımız. Sağ olun, var olun, haqqınızı halal edin, bəyənin. O bizim canlı söhbətimizdə də iştirak edən hər bir şəxsə təşəkkür edirəm. Allah sizləri var eləsin. İnanıram ki, izləyicilərimizdən gəlib bizim belə deyək də Primeriyada iştirak eləyəcəklər. Primeriyada baxacaqlar, izləyəcəklər. Təşəkkür edirəm hər birinizə. Allah sizləri var eləsin, Allah sizləri bərxudar eləsin. Təşəkkür edirəm. Bildiriş zınqırovunu tıklayın ki, bildiriş zınqırovunu tıklayın ki, belə Primeriyada olanda, canlıda olanda sizlər baxıb yazarsınız, fikirlərinizi bildirərsiniz. Təşəkkür edirəm bir daha. TikTokda olan paylaşımdan bax beləcə də danışdım. TikTokda bizə belə informasiyalar verir. Bildirişlər verir. Təşəkkür edirəm. Allah canınıza sağlıq versin. Sağ olun, var olun. Haqqınıza